Əvvəlcə bir şey demək istəyirəm ki, yəni adətən biz liderlik deyəndə çox insanın gözünün qarşısına siyasətçilər gəlir ki, hansılar ki, kameralar qabağına çıxış eləyir, alqışlar alırlar, onlara insanların qulaqlarına xoş gələn sözlər deyirlər və elə bir təəssürat yaradırlar ki, bütün cəmiyyətin problemlərini alacaqlar əllərinə, sehirli çubuqlarını toxunduracaqlar və qısa müddətdə o problemlər həll olunacaq və qaytaracaqlar insanlara. Amma adaptiv liderlik daha çox mənim götürdüyüm bu dərsdə, Ronald Heifetzin dərsində hər gün evdə, işdə, universitetdə, ailədə və yaxud da ki, ümumiyyətlə cəmiyyətdə və yaxud da ki, ümumiyyətlə dünyada bizim qarşımıza çıxan imkanlardır ki, biz onlardan istifadə edib hansısa dəyişikliklərə gətirməliyik. Məsələn, İndi mühazirə davam elədiyi müddətcə də bu sual ətrafında fikirləşə bilərsiniz, amma qısa bir müddət fikirləşin ki, istər bu ailə ilə bağlı olsun, istər iş yerindən bağlı olsun, istər cəmiyyətlə bağlı olsun, görmək istədiyiniz bir mənzərə var, hansısa gözəl bir mənzərə və indi gördüyünüz hansısa bir reallıq var və bunların arasında olan bir boşluq var. Və bu boşluq artıq bizim hər birimiz üçün bir liderlik imkanıdır. Və adaptiv liderlik dediyim kimi, yəni ənənəvi o bildiyimiz liderlik anlayışından fərqli olaraq bir sənət, peşə deyil, bir fəaliyyətdir. Yəni, insan özü bu prosesi görür və özü müdaxilə eləmək imkanı olduğunu düşünür və ondan sonra artıq qərarı yenə özü verir ki, mən burada bu müdaxiləni etməliyəm, yoxsa yox. Və ənənəvi liderlikdən fərqli olaraq adaptiv liderlikdə çoxlu risklər var və bu risklər nədən ibarətdir? Birincisi, elə adından da göründüyü kimi adapt, yəni hansısa bir yeniliyə uyğunlaşmaq deməkdir. Yəni, siz insanlardan əvvəl yaşadıkları kimi yaşamamaqlarını və yaxud əvvəl inandıkları kimi inanmamaqlarını xahiş edirsiniz və yaxud gördükləri işləri əvvəlki kimi yox, tamam başqa bir cür görməklərini istəyirsiniz. Bu, birinci növbədə onları öz rahatlıq zonalarından çıxarmağa səsləməkdir. Yəni, siz, dediyim kimi, bir iş yeri düşünün, orada hamı rahat gəlib gedir işə, amma hansısa bir problem var, hansısa bir inkişaf yoxdur. Və siz deyirsiniz ki, əvvəl gündüzlər məsələn 2 saat nahar olurdu, biz indi istəyirik 1 saat nahar olsun. Və yaxud cəmiyyət əvvəl seçkilərdə gedib iştirak eləmirdi, amma nəticəsi bilinirdi. Biz deyirik, yox, siz gedib səsiniz uğrunda səs verməlisiniz və səsiniz uğrunda mübarizə aparmalısınız. Hansısa dəyişikliklər eləməlisiniz hakimiyyətdə, hansı ki, bundan sonraki mərhələsi aydın deyil, yəni nə baş verəcək. Və yaxud da ki, inandığınız hansısa bir dəyər var uzun müddət. Məsələn, bir rayon fikirləşin, orada qız uşaqlarına nəinki Amerikaya və yaxud Avropaya, Bakıya da oxumağı göndərməyi özlərinə sığışdırmırlar, hətta məktəbə göndərməyi sığışdırmırlar, amma siz gedirsiniz orada deyirsiniz ki, qızınızı göndərməlisiniz məktəbə, onlar təhsil almalılar. Yəni, belə misallar həddindən artıq çoxdur. Adaptiv liderliklə bağlı hansısa müdaxilə eləyəndə kimlərdənsə nəyisə qurban verməklərini tələb edirsiniz. Və bu qurban vermək adətən itkilərlə bağlı olur. Bu itkilər ola bilər maliyyə itkiləri ilə bağlı olsa. Məsələn, mən çox misal göstərirəm bunu. Kimsə kiminsə istefasını tələb eləyir və fikirləşmir ki, o insan, məsələn, heç bir güzəşt olmadan istefa verəcəksə və yaxud o insanlar istefa verəcəksə, bugünə qədər topladıqları pullardan imtina eləməlidirlər. Bugün hansısa vəzifələri var, postları var, o postdan imtina eləməlidirlər. Bugün hansısa nüfuzları, hörmətləri var, ondan imtina eləməlidirlər. Və əlavə olaraq tutaq ki, bəziləri hətta çağırış edir ki, onlar istefa verməlidirlər və dərhal həbs olunmalıdırlar. Onlar azadlıqları var idi, azadlıqlarını itirirlər. Üstəgəl, bəziləri hətta tələb edir ki, bugün hansısa qanunsuzluqlar eləmiş insanlar sabah güllələnməlidirlər. Siz onların həyatlarını da artıq qurban verməklərini istəyirsiniz və deyirsiniz ki, müqavimət göstərilməsin. Təbii ki, nə qədər dəyişikliyə çağırırsınızsa, nə qədər insanların itkisi çoxdursa, o qədər müqavimət çox olur. Çünki yenə dediyim kimi, hansısa itkilər var və bu itkiləri yəni kimsə öz əlində olanları itirməmək üçün müqavimət göstərir. Və müqavimətdən sonra dərhal nə gəlir? Sizi zərərsizləşdirməyə çalışırlar. Və zərərsizləşdirmə də müxtəlif formalarda ola bilər. Məsələn, birincisi ola bilər marginallaşdırma. Yəni, sizi elə bir vəziyyətə gətirə bilərlər ki, yenə işdə, cəmiyyətdə və yaxud da ki, universitetdə siz artıq sizin fikirləriniz dinlənilməyə bilər və yaxud da ki, fiziki olaraq
siz iş yerində otağınız tutaq ki, elə bir yerdə idi ki, hamı görə bilən yerdə idi və hamıya nüfuz edə bilərsiniz. Sizi başqa bir mərtəbəyə və yaxud da ki, ofisin tamam başqa bir küncünə göndərirlər. Və yaxud da ki, ola bilər sizi başqa yollarla, diqqətinizi yayındırmaqla belə deyək, zərərsizləşdirə bilərlər. Məsələn, çox azlığı olan, məsələn, kiminsə azlığı var pulla, kiminsə azlığı, hərisliyi var şöhrətə, kiminsə azlığı var qadınlara və yaxud da ki, oğlanlara əksinə. Onlar vasitəsilə kiminsə diqqətini sizin özünüzə məqsəd elədiyiniz, yəni qarşınıza qoyduğunuz məqsəddən yayındırmaq üçün istifadə edə bilərlər. Tutaq ki, siz qarşınıza qoymusunuz qızların təhsilini və bu uğurda mübarizə aparırsınız ki, qızlarımız getsin, təhsil alsınlar və biraz tutaq ki, şan şöhrətə sizin hərisliyiniz var. Kimsə sizi gətirib televiziyaya çıxarır, kimsə qəzetlərdə şəkillərinizi vurur və siz artıq əsas məsələ qalır ortada, yəni sizin mübarizə aparmalı olduğunuz məsələ qalır ortada və sizin diqqətiniz yayınır başqa bir istiqamətə. Yəni siz artıq o azlığınızı, o hərisliyinizi doydurmaqla məşğul olursunuz, diqqət isə oradan kənarda qalır. Sonra ola bilər, hətta dediyim kimi, yəni həmişə bu mənfi şəkildə, mənfi belə deyək də, təzyiqlərlə olmur bu neytrallaşdırma. Bəzən ola bilər ki, sizi hətta vəzifənizi qaldırırlar, amma bunun özü neytrallaşdırma ola bilər. Məsələn, bir misal deyim, tutaq ki, araşdırmacı jurnalistdir, çox maraqlı bir mövzuda tədqiqat aparır və kimsə bilir ki, bu tədqiqatın nəticəsində çox elə bir məsələ üzə çıxacaq ki, belə deyək də, o qurbanlar verməli olacaq. O müxtəlif yolla onu baş redaktor eləyə bilər. Araşdırmacı jurnalist əslində fikirləşir ki, mən baş redaktor olmaqla daha çox səlahiyyətim var, əlimdə daha çox imkanlar var və mən bu tədqiqatı aparacağam. Amma ondan sonra elə bir vəziyyətə düşə bilər ki, yəni gündəlik texniki məsələlər, gündəlik onun başını qarışdıran məsələlər, onun əsas araşdırmaq istədiyi və qarşısına məqsəd qoyduğu problemdən diqqətini yayındırır. Zərərsizləşdirmə yenə qurbanlardan asılı olaraq ən pis formalarda da ola bilər. Məsələn, fiziki olaraq məhv edilmə. Tutaq ki, Dr. King və yaxud da ki, Prezident Kennedy və yaxud bizim öz ölkəmizdən misal götürsək, jurnalist Elmar Hüseynov. Yəni, bunlar artıq zərərsizləşdirmənin ən maksimum həddidir. Yəni, artıq onları diqqəti yayındırmaqla və yaxud da ki, hansısa başqa formalarla sustura bilməyəndə zərərsizləşdirmə ən pis formada fiziki olaraq məhv edilməyə də gətirib çıxara bilər. Amma bütün bunlar o deməkdirmi ki, biz qarşımızdakı o liderlik imkanlarını bir kənara qoyaq. Çünki liderlik riskli deyiriksə və bu bizim fiziki olaraq məhvimizə gətirə bilərsə, biz bundan imtina eləməliyik. Heifetz deyir ki, yox, liderlik imkanlarından istifadə eləmək lazımdır. Çünki, belə deyək, bu bizim həyatımıza bir məqsəd qatır. Yəni, biz liderlik fürsətindən istifadə edib, başqa insanların həyatlarını yaxşılaşdıraraq, cəmiyyəti yaxşılaşdıraraq əslində öz həyatımıza bir məna qatırıq. Yəni, sıradan bir həyat yaşamırıq, səhər evdən işə, işdən evə və yaxud da ki, səhər evdən universitetə, universitetdən evə qayıtmırıq. Əslində, gördüyümüz fürsətlərdə liderlik fəaliyyəti ilə məşğul olub, dediyim kimi, peşə yox, fəaliyyət, yəni müdaxilə edirik və ondan sonra başqalarının həyatında hansısa bir dəyişiklik eləyərək öz həyatımıza məna qatırıq. Amma bu zaman elə bir şəkildə bunu həyata keçirmək lazımdır ki, özünü qoruyasan, yəni məhv olmayasan. Məhv olmaq həm belə deyək, siyasi mənada demək olar, həm təsir baxımından demək olar, həm də ki, fiziki mənada məhv olmadan bu işi necə görmək lazımdır. Və bunu eləmək üçün bir metaforadan istifadə edirlər, eyvana çıxmaq. Dünən OL hərəkatı bir partiya keçirilirdi. Bilmirəm, neçə nəfər orada iştirak edirdi. Baxıram, bəzi tanış simalar var ki, orada iştirak edirlər. Bir parti fikirləşin. Partidə adətən biz öz çevrəmizdə rəqs eləyən adamları görürük, onlarla rəqs eləyirik. Amma, məsələn, zalın kənarındakı insanlar, məsələn, tutaq ki, küncdə 2 nəfər bir-biri ilə söhbət eləyir, onu görə bilmirik, müşahidə eləyə bilmirik. Və yaxud bayırda kimsə paltarını vermək istəyir qardiroba, amma qardirobçu onu götürmür, onu müşahidə eləyə bilmirik. Qapıda 2 nəfər telefonla danışır, onu görə bilmirik. Və diqqətimiz yönəlir sadəcə öz kiçik çevrəmizə.
Və bizə qarşı ola biləcək təhlükələrdən, hansısa bir fərqli durumlardan xəbərimiz olmur. Və bir də ayılırıq, baxırıq ki, gözləmədiyimiz bir yerdən gözləmədiyimiz bir zərbə gəlib. Və bunların qarşısını almaq üçün eyvana çıxmaq, yəni ikinci mərtəbəyə çıxıb, yuxarıdan bütün o mənzərəyə baxmaq və kimin harada nə işlə məşğul olduğu, kim harada nə içir, kim kimlə dava eləyir, hansı tempdə musiqi çalınanda kimlər rəqs meydançasına gəlir, tutaq ki, ritmik mahnılar olanda kimlər rəqs edir, amma yavaş mahnılar olanda kimlər rəqs meydançasını tərk edir. Bunları görə bilmək və yenidən rəqs meydanına qayıtmaq metaforasından istifadə edirlər. Bu, məsələn, idmanla, tutaq ki, futbolçu düşünün. Mənim uzun illər bir problemim olub futbolla bağlı. Ayağıma top düşən kimi başımı salırdım aşağı, bilirdim ki, mən qol vurmalıyam. Qaça-qaça gedirdim rəqib tərəfə, heç görə bilmirdim ki, kim gəldi, yaxınından keçdi, kim ayağını uzatdı, kim tutaq ki, boşdur mənim komandamdan qabaqda, mən ona pas versəm qol ola bilər. Və nəticədə kimsə gəlib topu götürürdü, çıxıb gedirdi. Amma yaxşı futbolçu nə edir? Yaxşı futbolçu topu ayağında saxlamaq şərti ilə baxır meydana, rəqibləri görür, arxadan kimin yaxınlaşdığını görür, qarşı tərəfdə yaxınlıqda boş qalan komanda yoldaşını görür və bilir ki, kimə vaxtında pas atsa, o komanda yoldaşı qol vuracaq və nəticədə komanda qələbə qazanacaq. Əgər liderlikdə, adaptiv liderlikdə bizim məqsədimiz qol vurmaq, yəni ortadakı problemi həll etməkdirsə, bizə bu eyvana çıxmaq və yuxarıdan məsələlərə baxmaq bacarığı çox lazımdır. Çünki biz sistemə görmədən, yəni sistemdə hansı iştirakçılar var, onu görmədən düzgün sistemi diaqnoz edə bilmərik. O sistemdə nə baş verir, onu düzgün görə bilmərik və düzgün görmədiyimiz üçün də bəzən dediyim kimi o qədər irəli gedə bilərik ki, o qədər insanları narahat edə bilərik ki, yəni o sistemdə olan, onlar sadəcə olaraq bizə hücum edə bilərlər. Bayaq hücumları sadaladım, məsələn o hücumlardan biri də qaldı. Şəxsi, belə deyək də, mesajı verən şəxsi hücum. Məsələn, kimsə hansısa siyasi partiya liderinə birləşmək təklif eləyir və yaxud da ki, vahid namizəd irəli sürməyi təklif eləyir və dərhal ona argument qoyulur ki, məsələn, tanıyırıq da səni, sən 98-ci ildə gəlib başqa partiya ilə birləşmişdin, amma indi gəlib bizə məsləhət verirsən. Bu, avtomatik olaraq həmin şəxsin, belə deyək, mesajı özünə yox, mesajı verən şəxsə hücumdur. Əgər bu şəxs özü ilə rolunu ayıra bilsə və desə ki, bunu kimin deməyindən asılı olmayaraq siz bu mesajı müzakirə eləyin, artıq bu zərərsizləşdirməni, belə deyək, minimum endirə bilər. Amma yox, əgər onu şəxsi olaraq götürsə bu hücumu, avtomatik olaraq başlayır müzakirəyə girişməyə ki, yox, onda siz də 93-cü ildə bu addım atmışdınız, ondan sonra gedir 88-ci ilə və verilən təklif qalır ortada, müzakirə gedir şəxslərin üzərində. Eyvana çıxmaqla bağlı dedim və sonda elə yekunlaşdırmaq üçün bir məsələni də demək istəyirəm ki, bu şəxsin özünün özü ilə rolunu ayırması çox vacibdir adaptiv liderlikdə neytrallaşdırılmamaq üçün. Məsələn, uzun illər tutaq ki, bank müdürü olmuş bir şəxsə hər dəfə soruşanda ki, siz kimsiz özünü təqdim eləyir. Deyir, mən məsələn Məmməd Məmmədov, Məmməd Bankın direktoru. O qədər təkrar eləyir ki, bunu özünü təqdim eləyəndə artıq özü ilə professional rolunu eyniləşdirir və yaxud da ki, siyasi partiya lideri və yaxud təşkilat rəhbəri və s. Və elə bir məqam çatır ki, tutaq ki, həmin şəxs artıq bank rəhbəri olmaq vəzifəsindən uzaqlaşdırılır və artıq o özünü heç kim sayır. Belə yəqin ki, xəbərlərdə çox olmuşsunuz, intiharlar olur. Çünki xüsusilə bu son iqtisadi böhran vaxtında belə intiharlar çox olmuşdur. Çünki insanlar rolları ilə özlərini o qədər eyniləşdirirlər ki, o rolları itirəndə özlərini artıq heç kim sayırlar, dəyərsiz sayırlar. Və bu rolla, professional rolla şəxsin özünü ayırması başqa bir şeydə də xeyri var ki, siz sizə olan hücumları şəxsi qəbul eləmirsiniz artıq. Yəni, nə qədər bu bacarıq sizdə yaxşı inkişaf edirsə, kimsə sizi tənqid edəndə siz dərhal bunu bilirsiniz ki, bu sizə şəxsinizə qarşı, tutaq ki, Bəxtiyar Hacıyevə qarşı hücum deyil, Bəxtiyar Hacıyevin və yaxud da ki, Məmməd Məmmədovun
təmsil etdiyi fikrə olan bir hücumdur. Yəni siz insanları narahat edirsiniz, rahatlığından biraz addım-addım onları uzaqlaşdırmaq istəyirsiniz ki, müəyyən dəyişikliklər olsun. Və o insanlar təbii olaraq müqavimət göstərirlər və sizə bu hücum eləyirlər. Futbol meydançasını yenə fikirləşək. Top kimin ayağındadırsa, rəqib komandanın azarkeşləri həmişə onu tənqid eləyir, onu söyürlər. Və yaxud da ki, top sizin ayağınızdadır, amma vaxtında pas vermirsiniz və qol imkanını qaçırdırsınız. Kimə qarşı tənqid olur? Yenə sizə qarşı öz azarkeşləriniz tərəfindən tənqid olunur. Əgər bu tənqidləri istəmirsinizsə, ən yaxşı yer ehtiyat oyuncular skamyasıdır. Və yaxud da ki, ondan da daha rahatını olmaq istəyirsinizsə, elə azarkeşlər kimi gedib otura bilərsiniz. Və yaxud da ki, ondan da daha rahatını istəyirsinizsə, evdə oturub televizorda oyuna baxmaqdır. Amma yox, əgər siz meydana getmişsinizsə, meydanda tamaşaçı kimi yox, ehtiyat oyuncular skamyasında yox, meydandasınızsa, futbolçu kimi oyundasınızsa və oyunda adi bir oyuncu kimi yox, kənarda dayanmamışsınız, topu əlinizə alıb qarşıya tərəf gedirsinizsə və sizə o tərəfdən və yaxud bu biz tərəfdən tənqidlər olursa, söyüşlər olursa və yaxud da ki, sizi diqqətinizi yayındırmağa çalışırlarsa, siz bunu heç vaxt şəxsi qəbul eləməməlisiniz. Bilməlisiniz ki, siz nəyisə təmsil edirsiniz və təmsil elədiyiniz məsələ kiminsə, belə deyək, rahatlığını pozur və siz nələrisə qurban eləməyi tələb edirsiniz və məhz buna görədir. Bir də ortada bir şey qeyd eləməliydim. Yəqin ki, indi müzakirə vaxtında bu məsələyə geri qayıdacağıq. Amma bəzən o gizli məqamların üzə çıxması üçün, yəni işdəki hansısa gizli bir məqamın üzə çıxması üçün temperaturu, yəni gərginliyi artırmaq lazımdır. Tutaq ki, elə bir şirkət və yaxud təşkilat, elə bir qurum fikirləşin və yaxud ailə fikirləşin ki, orada səlahiyyəti olan şəxs nə deyirsə, hamı onunla razılaşır. Heç bir konflikt yoxdur. Məsələn, səlahiyyəti olan şəxs deyir, otağı sarı rənglə boyamaq lazımdır. Hamı deyir, bəli, sarı ilə boyamaq lazımdır. Sonra deyir, yox, mən fikirləşirəm ki, qırmızı olsa da yaxşı olar. Hamı deyir, bəli, qırmızı olsa yaxşı olar. Sonra deyir ki, məsələn, yox, mən fikirləşirəm, ümumiyyətlə, yaşıl olsa da yaxşıdır. Hamı deyir, bəli. Və belə bir mühitdə heç kim özünün həqiqətən düşündüyü və fərqli gördüyü baxış bucağını ortaya qoymur. Bunun ortaya çıxması üçün liderlik fəaliyyəti ilə məşğul olan insan müəyyən hallarda konflikt yaratmağı bacarmalıdır. Amma bu konflikti elə bir səviyyədə saxlamalıdır ki, o temperatur nə o qədər aşağı olmasın ki, belə bir qrafik var təxmini, belə deyək də, nə o qədər aşağı olmamalıdır ki, hamı bir-birinə rahatdır, yəni hamı bir-biri ilə razılaşır və heç kimlə fikir ayrılığı yoxdur və ortada bir konflikt olmadığına görə hamı öz işi ilə məşğul olur. Nə də o qədər yuxarı olmamalıdır ki, tutaq ki, buradan keçir bu tərəfə, qeyri-produktivliyə gətirib çıxarsan bu. Yəni, həddindən artıq aşağı temperatur olanda, yəni gərginlik həddindən artıq az olanda, istəyir cəmiyyətdə olsun, istəyir təşkilatda olsun, istənilən bir yerdə hamı bir-biri ilə razılaşır və dəyişiklik üçün heç bir mühit olmur. Amma konflikt həddindən artıq böyük olanda elə bir səviyyə gəlib çıxa bilər ki, insanlar sadəcə olaraq artıq destruktiv olmağa başlayarlar və deyərlər ki, mən çıxıb gedirəm buradan, bu qurumdan. Konfliktdə misal, məsələn, deyə bilərik, bir gənclər təşkilatı fikirləşin, sıradan adi bir, belə deyək, layihələr həyata keçirirlər, hamı bir-biri ilə razılaşır, xoşa gəlir, amma siz fikirləşirsiniz ki, inkişaf eləmək üçün daha çox səy lazımdır, daha çox enerji sərf eləmək lazımdır. Gəlib sadəcə olaraq girib içəri deyə bilərsiniz ki, xəbəriniz var, məsələn, ol hərəkatı, bu layihələr eləyir, amma siz yatmısınız, biz heç bir iş görmürük, biz tənbəlik və s. və ilaxır. Bu, aydın məsələdir ki, müəyyən o narazılıqları, gizli perspektivləri üzə çıxaracaq. Dünənə qədər heç bir səsini çıxarmayan bir insan bir də baxacaqsınız ki, başladı danışmağa ki, dünən əslində bunun günahkarı sənsən, çünki sən belə bu addım atmasaydın bu olardı və s. Konflikt olmasa bu üzə çıxmır. Amma konflikt olanda artıq insanların uzun müddət ürəyində saxladıqları məsələlər, gizli məsələlər üzə çıxır. Yenə yekun olaraq bir dənə deyim ki, yenə liderlik risklidir. Xüsusilə də adaptiv liderlik, çünki biz çox qurbanlar tələb edirik.
Amma bu o demək deyil ki, biz bundan imtina eləməliyik və hansısa bir məqamda fürsət görəndə müdaxiləmizi etməməliyik. Çünki cəmiyyətin də, nəinki cəmiyyətin, ölkənin, hətta bütün dünyanın müsbət dəyişikliyə ehtiyacı var və bunun üçün də hər bir insanın özünün lazım olan anda liderlik müdaxiləsinə ehtiyacı var.